Vətən olarmı bu dağdan, bu daşdan, qoynunda yoxsa yatan, deyib şair. Vətənini sevən, onu ana qucağı kimi bilib, qoynunda əbədi uyuyan şəhidimiz Mehdiyev Surxay Zülfüoğlu 1985-ci il dekabrın 7-sində Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb. O, Mehdiyevlər ailəsinin ortancıl övladı olub. Surxay 6 yaşında ailəsi ilə birlikdə Ağdamdan məcburi köçkün düşərək Qubada məskunlaşıb. O, burada böyüyüb, orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra müxtəlif mülki işlərdə çalışsa da, 2009-cu ildə Quba hərbi hissəsində Bəbir Şərti adlı xüsusi təyinatlı dəstədə xidmət etməyə qərar verib. Uşaqlıqda tayakvanda və kickboks kimi idman növləri ilə peşəkar şəkildə məşğul olub, müxtəlif yarışlarda iştirak edərək nailiyyətlər qazanıb. Surxay həmçinin şahmat oynamağı və mütaliə etməyi sevirdi. 2014-cü ildə sevdiyi Vüsalə xanımla ailə həyatı qurub. Bu evlilikdən Ayşə adlı qızı və atasının adını daşıyan oğlu Zülfü dünyaya gəlib. Surxay hər zaman ata-baba yurdu olan doğma Ağdamın və ümumiyyətlə işğal altında olan torpaqlarımızın taleyi ilə maraqlanırdı. Uşaqlıq illərində dayısına tez-tez niyə bizim evin damına daş atıb deyirdilər ki, çıxın ermənilər gəlir, niyə bizim torpaqlarımızı aldılar kimi suallar verərdi. Uşaq vaxtı verdiyi niyə suallarının axtarışı ona torpaqların azadlığı uğrunda cəbhələrdən cəbhələr apardı. Vətən müharibəsi başlayanda Surxay əfsanəvi taborun tərkibində döyüşlərə qatıldı. O, Cəbrayıl, Qubalı və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etdi və bir çox tapşırıqları uğurla yerinə yetirdi. 2020-ci ilin 19 oktyabrında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Şəhadətindən 5 gün sonra isə Quba məzarlığına dəfn olunub. Ailə Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Surxay Mehdiyev bölümündən sonra vətən uğrunda Cəbrailin azad olunmasına görə medalları ilə təltif edilib. Ən böyük arzusu Ağdam torpağını atasının məzarını səpmək olan Surxay bu vətən savaşında bütün Azərbaycan torpaqlarının qəhrəman oğluna çevrildi. Mehdiyev Surxayın komandiri olsam da, mən bir komandir kimi ondan çox şey öyrənmişəm. O insan döyüşün ən ağır gedən yerlərində, bilə bilməzdin də oradan sağ çıxacaqsan, çıxmayacaqsan. Ölməyəcəyi bilə-bilə qabağa getmək çox çətin bir şeydir. Amma Mehdiyev Surxay elə də elədi. Və mən ona nə qədər sözlər desəm, onun nə qədər qəhrəmanlıqlarından danışsam. Azərbaycan dili zənginliyi olsa da, həmin qəhrəmanlıqları ifadə eləməyə sözlər, ifadələr, cümlələr Azərbaycan dilində yoxdur. Mən biz zabit olaraq fəxr edirəm ki, elə bir şəxsdən çiyin-çiyinə bir yerdə döyüşmüşəm. Surxayın komandiri onunla çiyin-çiyinə bir yerdə döyüşən Rüfət Nəbizadə deyir ki, Surxayın bir amalı var idi, yalnız və yalnız irəli getmək. Yəni, ən çətin anda belə, o insan öz soyuqqanlılığını heç vaxt itirmirdi. Başa düşürü, çox soyuqqanlı, əsr bir xüsusi təyinatlı kimi heç bir zaman soyuqqanlılığını itirmirdi. Yəni, o insanda qorxu yox idi. O insan öz Ağdamlandı, mən də Ağdamlıyam. Həmişə mənə deyirdi ki, komandir birlikdə inşallah Ağdama da gedəcəyik. Amma qismət olmadı Ağdama getmək. Qəhrəmancasına şəhid oldu. Qat-qat özümüzdən çox-çox erməni olsa da sayda, olsa da Mehdiyev Surxay bir an belə geri baxmadı. Ancaq onun irəliyə getməyinə görə də bizim digər insanlar da ona baxıb irəliyə getdilər. Ən qabaqda getdi, igidcəsinə döyüşdü, son nəfəsinə qədər döyüşdü. Çoxlu sayda düşməni məhv elədik. O düşməni məhv eləməyimizdən səbəblərindən biri də ki, Surxay qardaşımız idi ki, orada çox cəsur iştirak edirdi. Heç bir şeydən qorxmadı. Hər zaman bizi irəli aparırdı. Yəni, geriyə çəkilmə söhbəti yox idi. Hər zaman yox yüksəkliyi verirdi ki, bizə bizimdir. Bizim torpaqdır, biz azad eləməliyik. Başçavuş Mehdiyev Surxay Zülfüoğlu var idi. Şəhidimizdir, çox qəhrəmanımızdır, həqiqətən qəhrəmanımızdır. Bir insan, bir canın bir insana həvalə edilir. Bir insana ümid var. O insana necə baxarsan, biz doğma əzizin kimi, qardaşın kimi. Yaralansa belə o atıb getmir. Mən Füzulidə yaralananda bir dəfə kəllə-beyin travmasında rəhmətli mənim şəhidimiz Mehdiyev Surxay çıxartdı oradan məni. Dönmərəm məni gözə hayana.